Bir nəfər uzaq yoldan gəlmişdi İmam Hüseynin ziyarətinə. Allah nəsib eləsin bütün arzusunda olanlara və bu cəmə bayram günündə bizə öz ziyarətini ehsan eləsin inşallah. Gəlmişdi, zərihdən yapışdı, dedi ki, ya Abdullah, uzaq yol gəldim, çox soruşa gəldim. Gəldim sənin zərifi tapdım burada, ziyarətə gəlmişəm. Amma dedi, qiyamət günü o hayhuyun içində, o izdihamın içində mən sən gəlib tapa bilməyəcəm, çətin olar. Səndən bir xahişim var ki, orada sən özün gəl mənə tərəf. Mən orada səni tapa bilməyəcəm. Yanında bir nəfərdir, səninlə danışırsan. O heç cənnətə doğru bir qədəm atmayacaq, addım atmayacaq. Sənsiz, sizsiz, bizsiz. O gələcək, bizi axtaracaq, tapacaq. İmam Sadiq Aleyhisselam buyurur ki, kim istəsə anamız Fatimə-i Zəhranı şad eləsin, Hüseynlə olsun, Hüseynin yanında olsun, Hüseynə tərəf getsin. Və qəbrə biz qoyulanda, bunu mən sizə müjdə verirəm, məsuliyyətin başa düşün. Bilirsiniz, qəbrə qoyulanda o aləmdə kim kimə bağlıdır, o hiss olunacaq. İnanın ki, onu sevənlər qəbrə qoyulanda, mələk gələndə sorğu-sual eləmək, deyəcək, bundan Hüseyn ətri gəlir. Bu ətri hiss eləyəcək. Və Hüseyn ətri gələndən ehtiyatla davranır mələklər. Deyir, bu Hüseyni sevən, bunun bağlılığı var İmam Hüseynə, onda ondan hörmətlə rəftar edir. Sözümün sonunda bir neçə salam demək istəyirəm ki, inşallah ümidvaram bu salam vacibdir cavabını vermək. İmam Hüseyn, İmam Sadiq buyurub ki, siz uzaqdan da salam verirsiniz, o yaxından cavab verər. İnşallah ümidvaram bu məclisə salamımızın cavabını verər və qəbrimizin əvvəl gecəsində də bu salamın cavabı olaraq gələr başımızın üstünə. Əssalamu aleykə ya Əba Abdullah. Əssalamu aleykə ya Misbahəl Huda. Əssalamu aleykə ya Səfinətən Nəcah. Esselamu aleyke ya Bâbe Nicatil Ummeh. Esselamu aleyke ya Rahmetallahil Vâsi'e. Esselamu aleyke ve rahmetullahi ve berekatuhu. Allahümme inna nes'aluke ve ned'uk. Bismikel azimil azam el azzil ecellil ekrem. Ve bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi ellerimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Dünyada İmam Hüseyn ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bu mübarək mövludları bizə mübarək elə. Bu ayın feyzindən, Şaban ayının hər gününün gecəsinin feyzindən bizi binəsib eləmə. Bu ayda bütün günahlarımıza qələmmə əfv çək. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Şəhidlərimizi Kərbəla şəhidlərindən məşhur elə. Xocalı qurbanlarının hamısını qəriqi rəhmət elə. Ordumuzun gücün, qüdrətin, izzətin günü-gündən daha artıq elə. Biz bu xalqa rəhm eləməyənlərə tezliklə zəlil elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Qəbrimizin əvvəl gecəsində əlimiz hər yandan üzləndə İmam Hüseyn əleyhissalam başımızın üstündə hazır elə. Hər kimin bu məclisdə nə hacəti var, nə dərdi var, qəlblərdən özün xəbərdarsan. Sən and verirəm İmam Hüseynə, Babul Həvaic Həzrət Əbəlfəs hörmətinə, bizim hamımızın dərdlərimizə dərman elə. Bizi bu cümə günündə öz evindən əlboş naümid yola salma.